Əziz balalar, riyaziyyat testindən səhifə 18, 7-ci sualımızla davam edirik. Hansı şəklin adı ince saitlə başlayır? İnce saitlərimizi xatırlayaq. Ə, İ, Ö, bir də Ü. İndi bu sözlərimizə diqqət edək. Alma, alma, alma A hərfimizdən başlayır. Demək ki, alma olmaz. Çünki alma A hərfimiz qalın saitlə başlayır. Sonra şəkildə qurbağa görürük, arxasında da ot var. Qurbağa sözü ümumiyyətlə q ilə başlayır. Q ümumiyyətlə sait deyil, samitdir. Əgər onun arxasında ot sözünə görə götürsək, o isə qalın saitdir. Yenə də biz qurbağanı götürmürük. Burada isə ot görürük. Ot sözü də o hərfi ilə başladığı üçün, o saitimizdə qalın sait olduğu üçün onu da götürmürük. Biz nəyi götürürük uşaqlar? C variantı ələk. Şəkildə gördüyümüz ələkdir. Un ələyəndə istifadə edirik. Ələk sözümüzü yazaq. Ə-l-ək. Ələk sözündə ə incə saitimizdir. Ona görə də C variantını götürürük. Keçirik növbəti testimizə. 8-ci sualda deyir ki, məntiqi ardıcıllığı pozan şəkil hansıdır? Şəklimizə diqqət eləsək, birinci odun görürük, ikinci balıq görürük, üçüncü pişik görürük, dördüncü ağac görürük. Məntiqimizi yoxlasaq, dərindən düşünsək nə taparıq? Odun da, pişik də, ağac da quruda yaşayır, amma balıq suda yaşayır. Ona görə də fərqli olan balıqdır. Keçirik 9-cu sualımıza. Hansı cümlə yalnız incə saitlərdən ibarətdir? Yenə təkrar eləyək. Ə, İ, Ö, Ü incə saitimizdir. A variantına baxaq uşaqlar. A variantında deyir ki, dostları onu oradan çıxartdılar. Dostları. Dostları sözündə o qalındı, A qalındı, I qalındı. Oradan sözündə o qalındı, A qalındı. Çıxartdılar sözündə I, A. Hamısı bir sözlə qalın saitlərdir. Amma B variantına baxın. Hörümçək işini bitirdi. Hörümçək sözündə Ö incədir, Ə incədir, Ü incədir. İşini sözündə İ incədir, bitirdi sözündə incədir. Bir sözlə biz burada B variantını götürmüş olacağıq. Çünki cümləmizdə bütün hərflərimiz incə saitlərdən ibarətdir. Keçdik 10-cu sualımıza. Yalnız qalın saitlərdən ibarət olan sözü seçin. Bizim cavabımız Qutapdır. Çünki U da qalın saitdir, A da qalın saitdir. Məsələn, mən dülgəri niyə götürmürəm? Çünki Ü incədir, Ə incədir. Raket sözünü niyə götürmürəm? A qalın olsa da E incədir, ona görə götürmürəm. Tüfəng sözündə Ü incədir, Ə incədir, ona görə onu da götürmürəm. Cavabımız B variantı Qutap. Sonra uşaqlar keçirik. Aha, davam eləyək uşaqlar. Məsələn, sonra pənahda qalmışdıq. Dedik ki, pənah. Pənah sözündə P, Ə incə saitdir, nah sözündə A qalın saitdir. Deməli, qaydalara uyğun olaraq ilk hecası incə sait, son hecası qalın sait oldu. Məsələn, birində nümunə çəkim, özünüz evdə əlavə yaza bilərsiniz. Gülab. Gülab sözündə Ü incədir, A qalındır. Deməli, ilk hecası Ü incə ilə başlayır, son hecası A qalınla başlayır. Yəni, aydın oldu. İlk hecası saitlə dedikdə sözü hecalara bölün. Elə bir söz fikirləşin ki, ilk hecasında saitin biri incə olsun. İkinci hecadakı sait, məsələn, gülab sözündəki lap hecası kimi A qalın olsun. Yəni, ikinci hecada A, I da ola bilər. A, I, O, U. Yəni, bu təkcə o demək deyil ki, A olsun. İkinci hecada bizə sadəcə olaraq, deməli, sadəcə olaraq şərt qoyur ki, qalın olsun. Qalın sait A da ola bilər, I da ola bilər, O da ola bilər, A, I, O, U da ola bilər. İncə sait də həmçinin onun kimi E də ola bilər, Ə ilə də bitən ola bilər, İ ilə də bitən ola bilər. Yəni, şərt deyil ki, imini Ə, imini A olsun. Sadəcə olaraq şərtimiz odur ki, ilk hecamızdakı söz incə, son hecamızdakı olan sözün tərkibində qalın saitlər olsun. Keçirik 12-ci sualımıza.
12-ci sualımızda verilmiş atalar sözlərində qalın saytlı sözlərin altından bir, incə saytlı sözlərin altından iki xətt çəkin. Buna da birini nümunə çəkəcəm, digərlərini özünüz yazarsınız. Qocanın biliyi, cavanın biləyi. Qocanın sözündə qocanın. Deməli, qalın saytləri tapırıq. Qalın saytlər hansıdır? O, A, Ö. Bir xətt deyir, çəkin. İncə saytlər, məsələn, biləyi sözü. Biləyi sözünü məsələn yazaq. Biləyi sözündə biləyi. İncə saytımız idi, 2 xətt çəkirik. İncə saytı 2 xətt çəkirik. Bu cürə sözlərimizi köçürürük. Qalın saytlərimiz A, Ö, O, U'ların altından 1 xətt. İncələrin E, Ə, İ, Ö, Ü. Bunların da altından 2 xətt çəkəcəksiniz. Hələlik uşaqlar, görüşənədək.